Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi və sahbihi əcməin əmmə bə'd. Deməli, kim Allah subhanahu və teala'nın rəhmətinə, məğfirətinə, əffinə çatmaq istəyirsə, bu etdiyim nəsihətə əməl eləsin. Və Allah təbaraka və teala'dan istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Deməli, gün ərzində 40 rükətdən az namaz qılma. Yəni, bunu qayda kimi öz həyatında qoru. Gün ərzində gecə də daxil olmaqla, yəni gündüz və gecə, bir gün ərzində 40 rükətdən aşağı az namaz qılmayasan. Yəni, belə günün olmasın ki, sən o gündə 40 rükət namaz qılmadın. Yəni, bunu gündəlik qayda kimi öz həyatında qur və qoy daima belə olsun. Yəni, bunsuz keçirtmə öz günlərini. Daha çox olarsa, yəni 40 rükətdən çox olarsa, artıq olarsa, bu daha yaxşı. Yəni, xeyr üstünə xeyirdir, nur üstünə nurdur. Lakin 40-dan aşağı salma. Və bu faydanı, yəni bu 40 rükəti Şeyxülislam İbn Teymiyyə rahiməhullah bir çox kitablarında fayda olaraq qeyd edir və həmçinin İbn Qeyyim rahiməhullah öz Zədül Məad adlı kitabında bu faydaya yer ayırıb, yəni bu məsələni danışır, 40 rükət namazı. Hansıdır bu 40 rükət? Hansı ki, bunu heç bir müsəlman gün ərzində tərk etməməlidir. Yəni, daha yaxşıdır ki, bu 40 rükət gün ərzində sənin qurduğun qayda olsun. Yəni, bunsuz keçinmə. Yəni, elə bir gün olmasın ki, 40 rükətdən azalsın. Deməli, bu 40 rükətin 17 rükəti fərz, vacib olan namazlardır. Sübh namazı, zöhür, asr, məğrib, işa. Yəni, gün ərzində 5 vaxt vacib olan namazlar eləyir 17 rükət. Və sonra həmin bu namazlara bağlı olan ratibə namazları deyilir buna. Yəni, bu namazların sünnəsi. Necə İmam Muslim rahiməhullah rivayət edir Ümmü Həbibə Peyğəmbər sallallahu aleyhi və səlləmdən, yəni Ümmü Həbibən hədisidir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim gün ərzində fərz namazlarından əlavə 12 rükət, diqqət edin, 12 rükət ratibə namazları qılarsa, Allah təbaraka və teala ona cənnətdə ev tikər. Cənnətdə ev tikər. Yəni, ratibə namazları və bu ratibə namazları 12 rükət namaz bağlıdır fərz namazlarına. Deməli, 17 rükət fərz namazları, 12 rükət həmin bu fərz namazlarının sünnəti. Və digər rivayətdə, İmam Tirmizinin rivayətində, İmam Tirmizi rivayət edib bu hədisi, həmin bu 12 rükətin hansı namazlar olduğunu, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah təbaraka və teala ona ev tikər. Sübh, yəni fəcr namazından qabaq 2 rükət, zöhr namazından qabaq 4 rükət, sonra 2 rükət, məğrib namazından sonra 2 rükət, işa namazından sonra 2 rükət. Və bu eləyir 12 rükət. Deməli, 17 rükət fərz namazları, 12 rükət ratibə sünnə namazları və cəm eləyir 29 rükət və 11 rükət də gecə namazları. Qiyamul leyl. Və bu cəmi eləyir 40 rükət. Və İbn Teymiyyə rahiməhullah və həmçinin İbn Qeyyim bu məsələni, bu faydanın namazla bağlı olan namazı davamiyyətli qılmaq məsələsində bunu zikr edirlər, bu rükəti, bu ədədi. Və mən də istədim sizlərə xatırladım. 40 rükət namazı azaltma. Lakin kim çox qılarsa gün ərzində 40 rükətdən çox, yenə deyirəm, bu xeyirdir, xeyr üstünə xeyirdir, nur üstünə nurdur, bu daha əhsəndir, lakin bu rükətləri azaltma. Və Allah təbaraka və teala'dan istəyirəm ki, bizi
namazın üzərində davamiyyətli etsin və həmçinin Allah Təbarək və Teala'dan istəyirəm ki, baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.